Havalar istilənib, artıq itlərimizin gəzinti vaxtıdır. Tez-tez gəzintiyə çıxardacağıq. Bu onlar üçün xeyirlidir. Və gəzinti vaxtı bizim ən çox rastlaşdığımız problem nədir? Yəni insanların ən çox şikayət elədiyi bir şey itin onu dartmağıdır. Yəni gəzinti vaxtı normal sağa-sola manevr eləyir və insanları diskomfort yaradır insanlarda. Bunun iki dənə əsas səbəbi var, hansı ki iti düz gəzdirməyin. Bunun biri boğma xaltadır, bu gördüyünüz udafika deyirlər və boğma xalta. Bu artıq itin boğazına keçiriləndən sonra görürsünüz bu şəkildə kip qalır. Bunu çox dartıb itə stres vermək olmaz. Hansı hallarda yüngül stres vermək olar itə ki, yəni sizlə bərabər gəzsin. Yanımla fikir verin, it gəzir və biraz biz bunu boş saxlayırıq. Yəni dartmaq qəti olmaz iti. Bunu unutmayın. Biraz it misal üçün cızlığından çıxanda, biraz qabağa gedəndə artıq yüngül bir dənə stres veririk. Bu şəkildə davam edirik. Bununla yanaşı bəzən ola bilər ki, deyə bilərsiniz ki, bizim itimizə bu təsir eləmir. Aydındır, başa düşüləndir. Nə qədər çox gəzdirsəz və gəzinti sırasında nə qədər onun diqqətini özünüzə cəlb eləsəz, hər dəfə adını çağıranda yem verin və yaxud da ki, tumarlayın, mükafatlandırın. O itin sizlə kontaktı daimi olsun. Yəni tək bundan asılı qalmayasınız. Bu da bir variantdır, ancaq dediyim o iki hal, bol-bol gəzinti, həmçində bu xalta və mükafat onun sizlə gəzintisini daha rahat eləyəcək və siz də diskomfort olmayacaqsınız.